Salam değerli izleyiciler, her vaxtınız xeyir. Yeniden sizinle görüşmek xoşdur. Bugün Qarabağın görünən və görünməyən tərəflərinə birlikdə baxaq. Videonu bəyənin və sona dək izləyin. İlk görüntü müqayisə üçün Qubadlının viran edilmiş, sanki üzərindən vəhşi qəbilənin keçdiyi Qayalı kəndindəndir. Qurulan isə hazırda Mahruzlu kəndidir. Tarixi 1820-ci illərə dayanan Mahruzlu strateji mövqeyi və bərəkətli torpaqları ilə tanınır. Hazırda Mahruzluda tikinti işləri davam edir. Cəmi 197 hektar ərazidə salınan kənddə birinci mərhələdə 190 fərdi ev tikilir. Hər ailə üçün 12 sot həyətyanı sahə ayrılır. Yaxın gələcəkdə burada 800-dən çox sakin doğma yurduna qovuşacaq. Mahruzlunun yenidən Azərbaycanın tütünçülük və heyvandarlıq mərkəzlərindən birinə çevrilmə planları və potensialı var. Şükürbəyli Cəbrayıl Hadrut və Horadiz Cəbrayıl Zəngilan Ağbənd yolları boyunca asfaltlanma və körpü inşası işləri tamamlanmaq üzrədir. Zəngəzur dəhlizinin mühüm hissəsi olan bu yolun tikintisi 75%-dən çox tamamlanıb. Xəttin tam istifadəyə verilməsi Cəbrayılı regionun mühüm nəqliyyat qovşağına çevirəcək. Araz vadisi iqtisadi zonasında logistika mərkəzləri, tikinti materialların istehsalı zavodları, kənd təsərrüfatı texnikasına xidmət mərkəzlərinin inşası gedir. Bu zona rayonun gələcək iş yerlərinin əsas mənbəyi hesab olunur. Azad edilmiş ərazilərdə, o cümlədən Cəbrayılda, geniş miqyaslı minalardan təmizləmə prosesi ilə paralel şəkildə əkin işləri üçün xüsusilə taxılçılıq və üzümçülük sahələri genişləndirilir. Cəbrayılın yeni mərkəzinin yaşayış massivlərinə yaxın, lakin səsküydən uzaq olan ictimai işgüzar zona və yaşıl qurşaq ətrafında idman obyektlərinin tikintisi nəzərdə tutulub. Köhnə Cəbrayıl stadionun yerləşdiyi ərazi şəhərin girişinə yaxın hissə, bərpa layihələrinin bir hissəsidir. Yeni stadion müasir standartlara uyğun təxminən 6000 nəfərlik tutumla bərpası planlaşdırılır. Stadionla yanaşı gənclər üçün qapalı idman zalları və meydançalar da şəhərin ağıllı şəhər konsepsiyasına uyğun olaraq layihələndirilib. Hadrutun relyefinə uyğun olaraq salınan küçələr artıq öz səliqəli formasını alır. Şəhər mərkəzindəki binaların fasadları bölgənin tarixi memarlıq üslubuna xələl gətirmədən bərpa olunur. Köhnə və qəzalı tikililər sökülərək yerində geniş piyada zonaları və müasir işıqlandırma sistemləri ilə təchiz olunmuş küçələr qurulur. Hazırda Hadrut daxilində işlər sadəcə vizual yenilənmə ilə məhdudlaşmır. Şəhərin bütün su, kanalizasiya və elektrik xətləri sıfırdan ən müasir standartlarla yenilənir. Bu, gələcəkdə küçələrin yenidən qazılmaması üçün yeraltı tunellər sistemi ilə həyata keçirilir. Şəhərin mərkəzi hissəsində çox mənzilli binaların tikintisi və daxili təmir işləri sürətlə davam edir. Eyni zamanda şəhərin relyefinə uyğun olan fərdi yaşayış evlərin bərpası aktiv fazadadır. Dövlət xidmətlərinin göstəriləcəyi inzibati binaların inşası tamamlanmaq üzrədir. Bu, sakinlərin qayıdışından sonra bütün xidmətlərin yerindəcə əlçatan olmasını təmin edəcək. Şəhərdaxili yollar genişləndirilir və kəsişmələrdə hərəkətin rahatlığı üçün yeni planlama tətbiq olunur. Artıq bəzi mərkəzi küçələrdə yeni asfalt örtüklüyünün çəkilişi və səki daşlarının düzülməsi başa çatıb. Hadrut bir dağ kurortu havasına bürünür. Şəhər daxilindəki yaşıllıqlar qorunur və yeni park zonaları salınır. Dağların ətəyində yerləşən bu yaşayış məntəqəsi infrastruktur işləri tamamlandıqdan sonra həm yaşayış, həm də turizm baxımdan bölgənin ən cazibədar nöqtələrindən biri olacaq. Hadrut artıq xarabalıqlardan təmizlənmiş, küçələri xəttkeşlə çəkilmiş kimi düzənli və siması tamamilə müasirləşən bir şəhər təsiri bağışlayır. Şəhər daxilindəki hər bir texnika və işçi qüvvəsi bu böyük qayıdışın təməllərini atmaqla məşğuldur.
Gördüyünüz bu duman adi hava hadisəsi deyil, bu dağların nəfəsidir. Qarabağın dumanlı yollarında hərəkət etmək insana sanki reallıqla xəyalın birləşdiyi bir məkanda olduğunu hiss etdirir. Çiskinli havada asfaltın rəngi tündləşir. Yolun kənarındakı yaşıl meşələr isə dumanın içində ağ bir pərdəyə bürünür. Bu yollarda hər döngə, hər aşım bir sürprizdir. Bir anlıq duman çəkilir və qarşınızda möhtəşəm bir dərə açılır. Bir neçə saniyə sonra isə yenidən ağ örpəyin içinə qərq olursan. Əgər yolunuz bu tərəflərə düşərsə, bilməlisiniz ki, Qarabağın dumanı həm gözəldir, həm də diqqət tələb edir. Göz gözü görməyən bu çiskinli hava şəraitində sürət deyil, anın dadını çıxarmaq vacibdir. Fənərlərinizi yandırın, amma ən əsası pəncərəni biraz aşağı salın. O təmiz, rütubətli dağ havasının, palıd və vələs meşələrinin qoxusunu içinizə çəkin. Bu qoxunu başqa heç yerdə tapmayacaqsınız. Mənə elə gəlir ki, Qarabağın dumanı insanı özü ilə baş-başa buraxır. Maşının təkərləri asfaltda səssizcə süzüldüksə, dumanın içində itmək yox, əksinə özünü tapmaq istəyirsən. Sanki bu çiskin ruhumuzu yuyub təmizləyir. Bizi bu torpaqlara daha da sıx bağlayır. Siz Qarabağın bu dumanlı, sirli yollarını sevirsiniz, yoxsa günəşli zirvələrini? Bu mənzərələr seyr edərkən nələr hiss etdiyinizi şərhlərdə bölüşün. Yolunuz həmişə işıqlı, dumanlı isə yalnız belə gözəl mənzərələr üçün olsun. Şuşaya gəlib Sabulağından su içməmək bu torpağın ruhuna toxunmamaq deməkdir. Dəniz səviyyəsində 1500 metr yüksəklikdə meşələrin ağuşunda yerləşən bu bulaq Şuşanın qonaqpərvərlik rəmzidir. 18-ci əsrdə İsa adlı bir əkinçi tərəfindən tapılan bu sərin su əsrlərdir həm şairlərin ilham mənbəyi, həm də yolçuların dincəldiyi ən əziz məkandır. Lakin Şuşanın elə bir güşəsi var ki, bura təbiətin öz əlləri ilə toxuduğu bir sənət əsəridir. Çətir bulağı. Daşaltı dərəsində sıldırım qayaların altında yerləşən bu bulaq öz adını formasından alıb. Qayadan süzülən sular min illər ərzində elə bir mənzərə yaradıb ki, uzaqdan baxanda sanki meşənin ortasında yaşıl mamırlı bir çətir açılıb. Buranı fərqli edən suların qayadan damcı-damcı süzülərək tökülməsidir. Mamırla örtülmüş qayanın altındakı o sərinlik və suyun yaratdığı təbii musiqi sizi tamamilə başqa bir dünyaya aparır. Bura gəlmək biraz zəhmət tələb etsə də, qarşınıza açılan bu canlı divar bütün yorğunluğunuzu aparacaq. İsa bulağı Şuşanın mərkəzindəki səmimiyyətdirsə, Çətir bulağı dağların dərinliyindəki gizli sirdir. Biri buz kimi suyu ilə susuzluğu yatırır, digəri isə görüntüsü ilə ruhu dincəldir. Bəs sizin bu iki möcüzədən seçiminiz hansı olardı? Şərh bölməsində fikirlərinizi bölüşməyi unutmayın. Əgər bura qədər gəlmisinizsə, deməli bu ruh bizə doğmadır. Bu əməyə dəstək olmaq, bu gözəllikləri daha çox insanın görməsinə vəsilə olmaq üçün videonu bəyənib şərh yazsanız yetərlidir. Hələ abunə deyilsinizsə, etməyiniz xoş olardı. İndi isə davam edirik. Birazdan görəcəyiniz mənzərələr sözün əsl mənasında möhtəşəmdir. Bu həyəcanı mənimlə bölüşdüyünüz üçün hər birinizə təşəkkür edirəm. İndi isə gəlin videonun ən gözəl, ən özəl anlarına
Birlikdə şahidlik edək. Öndə bizi daha gözəl kadrlar gözləyir.
Beləliklə bugünlük yolculuğumuzun sonuna gəldik. Qarabağın dumanlı yollarından keçib Hadrutun yenilənən küçələrinə, Şuşanın buz bulaqlarına qədər uzanan bu hekayədə mənimlə olduğunuz üçün hər birinizə təşəkkür edirəm. Bu torpaqlarda hər daşın bir hekayəsi, hər döngənin bir xatirəsi var. Biz sadəcə yolları deyil, həm də böyük qayıdışın sevincini birlikdə addımladıq. Ümid edirəm ki, bu görüntülər sizə də mənim qədər huzur və qürur bəxş etdi. Videonu bəyənməyi və hələ də abunə deyilsinizsə, yeni macəralarda görüşmək üçün kanala qoşulmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün ən böyük motivasiyadır. Növbəti videolarda Azərbaycanın daha bir cənnət güşəsində görüşənədək özünüzə yaxşı baxın, ruhunuzu dincəltməyi unutmayın. Sağ olun, salamat qalın.